Ölü kəndin diri insanları. Yəni mən belə görürəm bu verilişi. Ata tərəfin o xanıdandır. Düzdür, hamısı mənim Meştağa deyir. Ana tərəfim Xızının Fındağan kəndindəndir. Mən orada belə bir hərəkət elədim. Rəhmətli komandir dedi ki, bu uşağın yeri Meştağadır. Bunun ağlı yoxdur. Bunu Meştağaya göndərir. Qabaqlar otururdun evdə, ağsaqqal kişi otururdu. Uşaq girəndə evə, ağsaqqal ayağa qalxırdı. Durub gör Allahın adıyla zarafat eləyirlər. Salam əleykum. Yaxud qadın durur deyir, mən kişi kimi qadına. Estağfurullah. Səni Allah qərar verib qadın. Sən əməlində qadın kimi ol, kişi sənin yanında aciz olar. Üsyan qaldırmısan da Allah'a qarşı. Sən mənim Allahıma hörmət qoymayandan sonra mən sənə nə hörmət qoyum? Bir də gördüm ki, bir qardaş yaxınlaşdı, dedi, salam, siz Meştağasınız, dedim, bəli. Dedi, biz Xızıdan gəlmişik. Dedim, gələn ayaqlarımıza qurban olaraq. O da şərəfsiz insanların sağlığına badə qaldırmışam. Öz sağlığını ziyan vurmuşam. Meştağa rəqəbi mənə gəlib bilirsən aradan. Mən döyüşəndə o 1-ci Qarabağ müharibəsində mənim komandirimin adı Vidadı olub. Mənim də adım Vidadıdır. Telefonda onda mobilni yox idi də. Zəng eləyəndə ki, Vidadı nə olur, mənə çağırırdılar. Mən götürdüm, dedim, ala sənə çağırırlar. O vaxtı da mənim böyük bacım Meştağadadır da. Onun da dünyaya uşağı gələndə üzr istəyirəm. Mən tez-tez gedirdim Meştağaya. Həmişə ondan icazə alırdım. Deyirdim ki, komandir, onlar uşağı başlayır. Hara gelsən Meştağaya. Gündən bir günü belə oldu ki, biz mühasirəyə düşdük. Nəsə, mühasirəyə yardıq, gəldik axşamüstü. Posta çatanda bizim posta ki, bizimkilər bizi vurmasın, dedi, gəlirik. Kimdir? Dedim, Vidadı dedi. Dedi, nə Vidadı? Dedim, ala Vidadı deyirsən, məndən həmişə hara icazə alırdım? Dedim, Meştağaya. Meştağa bir dəfə də Ağdərəyə girəndə mən orada belə bir hərəkət elədim. Rəhmətli komandir dedi ki, bu uşağın yeri Meştağadır. Bunun ağlı yoxdur. Bunu Meştağaya göndərir. Hələ bir ki, malıcı olsun. O sözdən sonra peçatı qoyuldu. Hələ el obasında mənə Meştağa deyirlər. Gündən bir günü döyüş gedir Füzuli istiqamətində. Biz də maşından gedirik, girməliyik döyüş ərazisinə. Polislər də yanıb, şlaqman yanıb, görürəm ki, orada millət, kalan millət yanıb. Əllərində də bizim millətin nələr yoxdur. Toyuq, pişmiş, su, kim nə bazarır da bizə ruh verir. Biz də kolonla ilə gedirək. Mən də saxladıq maşını, mən də əskərlərə dedim, baxız bu milləti görürsünüz, deyirəm. Həm böyük cəza olar bizi üçün bunların arzusunu qırmağa. Ya biz ölməliyik meydanda, ya torpaq almalıyıq. Bu səfər başqa cürə olmaz. Biz bu millətin iradəsini sındıra bilmərik. Görür, ana, bacı, gəlin, hamısı burada əllərində bizə ruh gəliblər verməyə. Siz demiş ki, mən əskərəm, yox. 10 milyonluq Azəri xalqın ruhu sizin bədənizdədir, hər bir döyüşçünün bədənindədir. Bir də gördüm ki, bir qardaş yaxınlaşdı, dedi, salam, siz Meştağasınız, dedim, bəli. Dedi, biz Xızıdan gəlmişik. Dedim, gələn ayaqlarımıza qurban olaraq. Dedi, biz yardım götürmüşük. Sən bizim yardımımızı əskərlərə əlbəli çatdır. Eşitmişik ki, sənin bir tərəfin Xızıdandır, Fındağan kəndində. Dedim, böyük məmnuniyyətlə. Planşet götürdülər bizə. İndi bəlkə də mənə eşidəcəklər. Bu planşeti deyil, verərsən zabitlərimizə.
planşet, bahalı planşetler. Dedi, bunları verərsiniz zabitlərə, xahiş edirəm sizdən. Orada nə bilim curab, 140, nə bilim nələr indi yadımda dördü, amma götürmüşdülər. Kardeşler, Allah'a köməyiniz olsun. Allah sizə can sağlığı versin. Biz Siyəcəndən olan yoldaşlarıq, gəlmişik, sovqat gətirmişik bura qədər. Burada gördüyünüz qardaşlar bu sovqatı sizə çatdıracaq. O sovqatın arasında bir sumka var ki, onun bir nənə var bizdə, yaşlı bir nənədir, pensioner. Allah ona can sağlığı, Var uzun olasın. ömür. Öz pensiyasını alıb, qəpik də istifadə etməyib, qəpik də. Hamısını götürüb, siz üçün göndərdi ki, əskər bağlıları çatdır. Bu videonu biz də çəkirik, aparıb nənəyə göstərəcəm ki, həqiqətən çatdır. İnşallah. İnşallah hamımız sağ salamat evimizə qaydasınız. Qələbə xəbəri. Qələbə xəbərini ancaq. Amin. Var olsun. Nənin əlindən Var öpərsən, olasın. bütün əskərlər adından çox sağ ol deyərsən, o təkcə sizin yox, hamımızın nənəsidir. Əlbəttə ki. Nəniyə də deyərsən ki, Azərbaycanın şanlı ordusu, tarix yazan ordusu. O, nənə kimi adamların qabağında baş əyir. Var olasınız. Onlar bizə, orduya, belə insanlar can verir, ruh verir, qələbə verir. Var olasınız. Öpürük sizi. Geldim, girdim, ücret döyüşe geldi, girdim komutanın yanına, dedim bu planşeti Xızı kəndinin əhli yığıb gönderip, bunu dedi zabitlere payla. Gördüm gözünden yaş geldi. Dedim komutan niye ağlıyorsun? Deyir bunu devlet eləyir də bizi için. Bunlara ne ihtiyacı var? Dedim devlet eləyəni, devlettir. Ama sen elinde bu planşeti saklayanda biləcəksən bu xalqın planşetidir. Xalq da istəyir müharibədə iştirak eləməyə. Sen bunun hansı tapşırıq, hansı mövqeyi vuranda hələ bir ki o da bilsin ki o da orada olub, o da var. Dedi sen bu sözlerden tapırsan, deyirəm tapmıram bu. Bu xalqın sözüdür. Mənə deyiblər mən çatdırmışam. Başa düşürsən? Mən o günü belə o da sevinç içindeydim ki, Minnavi Xızı camaatı bizən millət hamısı çoxdur, hardan istəyirsən gəliblər, uca rayonlardan gəliblər. Amma mən sevindim ki, mənim Xızım camaatım da gəlib buradadır, yanımdadır. Başa düşürsən? O çox böyük sevincdir adama. O təkan verir insana. Mən yenə deyirəm, o bir söz var, prezidentin bir sözü var. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Həqiqətən, nə olur olsun, xalq bunu bilsin. Hər şey gələn gedəndir. Amma bu vətən bizdən sonra, onlardan sonra xalqın sərvətidir, xalqın torpağıdır. Bu vətən üçün ölən olmasa vətən olmaz. Ona görə bir söz deyirlər, insan böyüyür beşikdə, məzarda yatmaq üçün. Qəhrəmanlar can verib, yurdu yaşatmaq üçün. Şəhidləri belə qabıl edirsə, bəzi adamlar var da, bu şəhid təbirləri görürlər, nə bilim nə, yox, belə eləmək lazımdır. Şəhidi daimə yaşatmaq lazımdır. Bax, 15 fevral nə günüdür? Mən cavanlara o sualı verəndə ki, 15 fevral nə günüdür? Cavanlar hamısı mənə cavab verir ki, Valentin günüdür. Valentin günü hansı tarixdə gəldi bizim Azərbaycana? 15 fevral 1500 dənə Azərbaycan oğlanları Murovda qarın altında qaldılar. Şəhid oldular. Niyə görə? Bu günü təbliği yoxdur. Niyə? Amma 15 fevrala cavanlar dekabrdan hazırlaşır ki 15 fevral Valentin günüdür. O 1500 dənə şəhid sevməyiblər onları. Onları sevməyib. Adam var indi necə meyitləri oradan çıxır. Bir utanır, bir necə deyərlər də, bir vicdanınız yoxdur sizin. 15 fevral elan ediyoruz ki şəhidlər, o 1500 dənə şəhidin evini ziyarət gün eləyək də. 10 milyonluq xalq 1500 dənə şəhidin qapısını döysə, bir dənə gül qoysa, anasına, bacısına, balasına gəlib təşəkkürlüyünü, halallığını, əsas halallığını
Biz hələ indiyənəcən heç kim dərk eləməmişik. Biz şəhid analardan halallığını almamışıq. Mən də içində halallığını almamışıq. Biz Hasan eşitcək ki, şəhid anası dedi ki, mənim balamın qanı halqa halaldır. Amma onlar onu ilə barışa bilmirlər. Anaların bax, paltarı qara, borovun dağı kimi saçları ağappaq. Biri ondan utanır da. Ondan utanır da. Bunların balaları yox idi. Axı bir günün içində Morovda bilmirəm 45 dərəcə, 50 dərəcə neçə olub bunu Allah bilir. Həmin günü oğlanlar orada qarın altında qaldılar. Bu tarixləri unuduruq biz. Bax necə xızını unutmuşuq. Yaxşıdır ki, sən varsan. Yaxşıdır ki, gəldin, çıxdın, ölü kətlərin diri adamlarını axtarırsan. Həqiqət budur da. Gəl malalayaq. Gəl mən də oturun burada malalayaq, danışaq. Hər şey yaxşıdır. Amma sən yox. Bizlər gedib o kəndin qəbristanlıqları ki, hələ durur. Yerlərini gözləyir. Kim gəlib oraya ziyarət eləyər gözləyir. Həqiqəti danışaq da, bəlkə düz demirəm. Onlar da yolu gözlədi də. Heç nə yox. Prosto. Amma soruşsun, bu il Qəbəliyə gedib, Türkiyəyə gedib, Fransaya gedib, Dubaya gedib, istirahata. Buradan bura getmirlər. Amma sən öz cibinlə, nə bilim, maşına benzin tök, bu boyda aparaturla tek götürmüşəm, mətə qaran, bu 052-nin bir dənə şeyi deyil, pikirovkası deyil bu, üstündə. O kənd, bu kənd, o qapı, bu qapı. Heç biri də demir ki, qardaş, sən də bu pullardandır, bu benzin tökürsən, oraya gedirsən, buraya gedirsən. Həqiqət budur. Yaltaqlıq deyil ki, həmən gəlib deyərəm, jurnalist gəldi, dəbədə yola verdim, çəkilişdim, xalq məni görəcək. Bəla ondadır ki, biz həqiqəti deməliyik. Bax, mən, qardaş, pis usulunu deməliyəm. Bax, mən pisəm. Amma mən özümün malalıyım. Xalqın gözü tərəciddir də. Düzdür, şərqdə biri yazmayacaq. Bu adam mərdmazarın böyüyüdür. Düz demirəm. Gələn sənə böyük minnətdarlığımı bildirirəm. Var olasan. Gənə deyirəm, bu ordunu yaşadan xalqdır. Bu qələbə 20-ci ildə, bu qələbə nəinki ordunun, bütün xalqın olub. Mən deyə bilmərəm, mən vuruşmuşam, yox. Xalqım olmasaydı, o kanal olmasaydı, o millət olmasaydı, birinci Qarabağda da vuruşmuşuq da, Xan kəndinəcən çatmışdır. Amma orada şey oldu ki, biri ora, biri bura, biri ora, biri vahid komanda olmadı. İndi bu yığdı da, Ali Başkanı yığdı, bir vahid komanda elədi, ordunu yaratdı, ordunu geyindirdi, ordunu abuspeçit elədi, neylə lazımdır, indi gedir alır. Düzdür qardaş. Ona görə də biz bir olmalıyıq, hər şeydə bir olmalıyıq. Bir gün mənim qapımda qaradır, sən yanımda olmalısan. Bir gün qapımda zurna nağaradır, gənə yanımda olmalısan. Bax, bu millətin gözəlliyi budur. Bu millət, gənə deyirəm, dünyada bəlkə bundan artıq millət görməmişəm mən. Bundan gözəl millət görməmişəm mən. Prosto biz bir-birimizi diqqətsiz qoymuşuq. Salamımızda da, sağ olunda da bir-birimizi diqqətsiz qoymuşuq. Gəliz bir-birimizə diqqət eləyək, bir-birimizə mehriban olaq. Yığışaq, dövlətimizi qoruyaq, vətənimizi qoruyaq. Bir-birimizə diqqətli olaq. Heç nə lazımdır. Atam dünyasını dəyişmək məqamında idi. İndi bilmirəm, qalıb bir gün, 3 gün, 5 gün, 4 gün. Bu oturmuşdu divanda, baxırdı divara.
İndi insan bilir ki dünyasını değişecek de bu. İndi gör onun içinde necə mübarizə gedir də. Mən də gəldim ona ürək dirək vermək üçün sual verdim ki, atam niyə qəmli kədərlisən? Dedi oğlum, qəmli kədərli deyirəm. Böyük peşmanam. Dedim neyindən peşmansın? Dedi ki o qədər sağlığında o qədər deyir ki pis insanların sağlığına badə qaldırmışam. Öz sağlığımı ziyan vurmuşam. O söz mənə təsir elədi. Çox təsir elədi. Baxdım, gördüm. Həzrət Əli Əleyhisselamın sözünə bənzərdi. Həzrət Əleyhisselam deyib, hörümçək özü hara istəsə qonaq gedə bilər. Kimi qonaq sağarsa tora salar. Bir balaca sözdür, gör nə qədər hikmət var onda. Gör. Yəni insan, bax, kiminlə gedirsən, hara gedirsən, niyə gedirsən, tora gedirsən, o gedə bilər. Sən düşün. Bizə şuur verib Allah. Bax, atamın da sözü, o qədər şərəfsiz insanların sağlığına badə qaldırmışam. Öz sağlığımı ziyan vurmuşam. Bu sözdən sonra cavanlar nəticə götürsün də qardaş. Hələ ki sənin bədənin sağlamdır, qoru onu. Onun əziyyətini çək ki, qoca vaxtında o sənə əziyyət verməsin. Ciyər ağramasın, böyrək ağramasın, ürək ağramasın, aciz qalmayasan. Sproz hər şeydən var. O da əziyyət verdin, üstün qalırın, məni öldürdün, indi mən sənə əziyyət verirəm. Ciyərin ağrıyır, ölürsən, ürəyin ağrıyır, ölürsən. Sən bu əziyyətdə mənə cavanlıqda verdin. Mən demədim ki, mən işlədim, mən sənə köməklik elədim, yaşatdım. Amma indi bu ağrıları sən hiss elə. Canlıdır da qardaş, nəsə canlı varsa, o danışacaq mütləq. Bugün danışmasa sabah danışacaq. Bax, həqiqət budur qardaşım. Sübh namazında mən namazı qıldım, sonra anam oturdu namaza. Oturdu namazdan sonra başladı dua eləməyə. Mənə də elə bir ki, ürəyim onun son namazı idi. Sübh namazı son namazı idi. Hələ bir ki, mən başladım çəkməyə. Gördüm bu dua eləyir də, deyir ki, ay Allah, yoruldum. Yoruldum da. Nəvəmi gördüm, nəticəmi gördüm, hamısını yeri-beri elədim. Kişi orada təkdi, qulluğunda durmaq lazımdır. Atam orada, qardaşlarım orada, qulluğunda durmaq lazımdır. Yoruldum Allah'ım. Məni azad elə bu dünyada. Mən də durdum, dedim, mən utanmırsan, səhər tezdən Allah'ın narahat eləyirsən, belə dualarla. Dedi, adam siyahpır olmaz. Getdi ora. Mən də yad dünyadayım da. Yad dünyadayım. Başa düşdün? Ona görə mənə azad eliz. Gedim də mən onların yanına. Marağım oradadır. Bax, belə şeylər var dünyada. Amma insan bunu dərk eləsin. Təsəvvür ki, bunu gec yad eləyirik. Gec başa düşürük bunları. Gec. Bax, indi belə bir məsələdir də, qaqam. Bizim yaşlarımız qəbristanlığa gedirik, yad eləyirik. İndi bir dənə sual verir bir-birimizə ki, biz öləndən sonra bu cavanlar bizi yad eləyəcəklər. Heç sual da vermiş. Bir gün duruz dinə ki, ay oğul, gedək mənim nənəmin, babamın qəbrini görsət də. Bildin? Ona görə Allah deyir ki, belə bir zaman gələcək, dünya qəbristanlıqla dolacaq. Öləndən sonra 50 minlik heykəl qoyurlar, nə bilim, nə qoyurlar. Ara, sən bunu 50 min, onun yaşadığı dövrdə xərcləsəydin, ondan 1000 də bir çox suvab olardı. O 50 mini qəbirə verənəcən get bir dənə, küçədə bir dənə yol düzəld. Yox, dövlət düzəldməlidir.
Dövlət. O 50.000 verirsən, 50.000 bir dənə küçüdür, bir dənə heysan kimi. Bu da o bir dənə YouTube'da göstərdilər, kişi götürüb yol düzəldib. Yasa xərclədiyi pulu götürüb kətdə yol düzəldib. Ha? Ha, yolda bilirsən də ata-babalardan Peyğəmbərimiz deyir ki, yolu keçən daş görürsən götür onu, o Peyğəmbərimiz deyib də yol yaşamaqdır, obuz. Yox, hamısı deyir ki, sındırmağı özümüz sındırırıq. Bir də görsən hökumət asfalt qoydu, bir dənə dəmirlə keçid sındırdı, traktor keçidi sındırdı. Bir də deyən yoxdur, bunu dövlət eləyib. Başa biz əmanətə xəyanət eləməməliyik. Olduğunu qorumalıyıq. Sındırırıq. Sonra deyirik belə. Bir gecəyə ev tikiblər, bir gecəyə. Bir gecəyə ev tikmək olar, qaqam. Su basıb, indi deyir ki, mən su basıb. Bir gecəyə ev tikəndə necə olacaq, qaqam? Bir yoxlayarlar, bu qurutda su var, su yoxdur. Bunun kanalizasiyası var, o bu su yoxdur. Bilsən, biz hamımız mehriban olmalıyıq. Başqa cürə, heç cürə. Mən bir dəfə getmişəm Nazirliyə, Təhsil Nazirliyinə. Mən onlara bir şey təklif elədim. Onlar hə dedilər, eləmədilər. Gəldim, bu eksperimenti məktəbdə apardıq. Məktəbin nömrəsini yadımda deyil, amma Novxanlıdadır məktəb. Özdə bir dənə də bu tədbiri bir şeydə aparmışıq, basma kilometrdə məktəbdə. Şagirdlərin elə ki partasına şəhidlərin şəkillərini qoymuşuq. İndi dərs gedir, hər bir şagirdin öz şəhidi var. İndi tələbə dərsini öyrənməyib, işə alıb. Müəllimə gəlirdi, o şəkili götürürdü, uşaq başlayırdı ağlamağa, niyə şəkili götürmüsən? O da deyirdi, şəhid səndən küsüb, ona görə ki, sən işə almısan, sən dərsi öyrənməmisən, şəhid səndən inciyib. Bu uşaq səhər gəlir, qalxıldırır, əlini ki, şəhidin şəklini qaytar, mən dərsimi danışmaq istəyirəm, məndən dərs sorur. Yəni ki, bu o da belə şey olub ki, 2 dəfə olimpiyada olub məktəb. Böyük siniflərdə də bayraq var da, Azərbaycan bayrağı. Hansı sinif güclü oxuyur, o bayraq ona yönəldilir də. Ayın axırı müəllimələr baxırlar, kim güclüdür, kim zəifdir, bayrağı ona ötürürlər. İndi təsəvvürlə ki, bayrağı alan sinif imkan vermir ki, bu bırsılar bayrağı uçsun. Hələ hər şeydə cədvəldə 5, 5, 5, 5 başa düşsən, bu şey liderstva gedir də burada. Bir də bu psixologiki, bu çox dərin şeydir də. Uşaq bu qabağında şəhidi görür. Vətəni görür, vətənin gücünü görür. Burada da mən onlara başa salmaq istəyirəm, müəllimlərə də, o Təhsil Nazirliyində oturanlara. Şəhidlər diridir, şəhidlər ölmür, şəhidlər ölmür. Gör, onun şəklin nağdı gücü var ki, uşaq 2 alıb, səhər istəyir, o şəklin qabağında özünü doğrulmağa. Başa düşsən, bu psixologическidir ya, bu psixologическidir. Uşaqlar nəfəs alır onunla. Hər səhər mən bir dəfə fikir vermişəm, biri gələndə partaya oturmamışdan qabaq cibinə yaylığı çıxartdı, şəklin tozunu sildi, qoydu. Sən necə ləzzət aldım mən, kövrəndim mən. Uşaq gəlib, bəlkə evdə 30 dənə şəkil var, anasının, nənəsinin, onu eləməyib. Amma gələndə sinifi birinci bu cibindən yaylığı çıxardıb şəhərin tozunu silib qoyub partaya. Başa düşdü? Vətəni yaşadan odur da. Odur yaşadan. Görürsən, çiçək uşağa deyir ki, ya çiçəyiz. Ona görə bebeydən olarıq, buna yeridirlər. Biz nədir, fanat yaradırıq? Yox, biz vətənpərvər. Ruhu təmiz ruh, təmiz. Bax, belə olmalıdır. Hər ayın axırı, nəyə ki Xızıda, Xızıda demirəm, bütün Azərbaycanda, məmləkətdə
Necə olur ki, Sovetin vaxtında Sputnik var idi, hamısı çıxırdı bayrağı, yığışdırırdı, əkirdi, zad edirdi. Bu Azərbaycanda hər ayın axırı bütün kəndlərin, şəhərlərin, sakinləri çıxsa bir dənə ağac əksələr. Ağacın rəmzi bilirsən nədir? Ha? Çoxsu deyir, İslamı mən yayacağım bütün dünya. Onlar bedbaxt adamdılar. Onlar başa düşmürlər ki, İslamın bayrağını Allah Taala yaşlı rəngdə niyə görə eləyib? Bütün harda görürsən yaşlı rəngi, orası İslamdır da. Allah istəsəydi o ağacları başqa rəngdə eləyərdi. Gözün yaşıl. Başa düşürsən, ha? Arzum o olub həmişə ki, bütün məmləkət ayın axırı çıxsın, ağaclar əksin. Hər bir insan uşağından tutmuş qocasından da. Biz dünyamızı köçəndə o ağac yaşayacaq. Hər bir insan onun kölgəsində girəndə rəhmət oxuyacaq insanlar üçün. Bizə necə gözəl olar? Böyük təşəbbüsdür. Biz bu Xırdalan yolu yoxdur, Şamaxı yolu. Biz orada şəhidlərin xatirinə Ekologiya Sərvətlər Nazirliyi ilə bir yerdə biz orada 3000 dənə ağac əkmişik şəhidlərin xatirinə. Biz bu təşəbbüsü gördük də, amma təəssüf ki, ağacların yarısı qurudu. Bilirsən niyə görə? İnsanlar sulamadı onları. Amma halbuki hamısı bilirdi ki, şəhid xatirinə əkmişik onları. Sən, gənə deyirəm, sözümün axırı nədir? Diqqətli olaq bir-birimizə. Sən bu işdəsən, ha? Hər bir insan sənə yardımcı olsa, maddidən getmir, söhbət. Mənəvi də, sənə dəstək olsa, bu sənə bilirsən nə qədər bəs eləyə. Balaların deyər ki, bizim atamız belə bir böyük iş görür. Başa düşürsən, hə? Bu sevinç deyil. Bala deyir ki, atamız gönlümü boyda məmləkət üçün nə işlər görür. Zarafat deyil, ölmüş kəndin diri sakinlərini axtarıb tapırsan. Allah sənə can sağlığı versin, haqqımı halal elə. Bəlkə bir heç çox danışdım, bəlkə artıq danışdım, qardaş. Gənə deyirəm, sən indi bunu buraxacaqsən da, Allah qoysa, YouTube-a da, harada da. İndi kiminsə orada haqqına girmişəm, kiminsə orada bəlkə qəlbini toxunmuşam, üzr istəyirəm, qabağızadan. Ola bilər də indi insan da düz başa düşməz mənim dediklərimi, başqa cürə yazar, üzr istəyirəm, qabağızam. Amma kimin sözü olsa, mənim telefonumu da tapmaq 2-2-dir. Zəng eləsinlər, gəlib dediyim sözü müzakirə də eləyə bilərəm. Yəni ki, mən xoşlamıram insanları, bilirsən necə, hansısa insan çıxır, nəsə danışır, şərhdə ağzına gələnləri yazırlar. O bilirsən, sənə də zəhmətli yerə salırlar. Başa düşdün, insanların ümidlərini də qırırlar. Kimsə danışmalıdır da, qardaşım. Yaxşılığa danışmalıdır, xeyrimizə danışmalıdır. Kimsə bir gün bu addımı atırsa, gəlir ona dəstək olaq. Xatırladaq keçmişimizi. Axı bizim keçmişimiz pis olmayıb. Birinci Vətən uğrunda müharibədə nə qədər kişilərimiz qayıtmayıb? Ha? Nə qədər kişilərimiz qayıtmayıb? Azərbaycanı yaşadan neft daşlarında işlədiyi tikiblər dənizdə neft daşlarını o kişilərdən danışaq. Dünyaya tanıtdırdılar Azərbaycanı. Gitler leyinə tort qoyanda Azərbaycanı keçdi qoydu qırağa. Bu məmləkəti, baboşlar yox, bu məmləkəti daxilərimiz qaldırıb. Heydər Əliyev rəhmətli adamlar kimi qaldırıb. Gəldi burada vayeni uçuluş açdı. Amma milyonlarla ona qarşı çıxırdı. O, Azərbaycanda hərbi məktəb olmaz. İndi Rusiyanın özündə, Ukraynanın özündə, Rusla, Ukrayna zabitlər bizim Naxçıvanskini qutarıblar. Bəli zabitlər var. Başa düşsən, hə?
Gör nə qədər eləyib məmləkət üçün. Sən pisi axtarmaq rahatdır. Amma o gördüyü işləri var. O pərdə var da. Sən axı bilmirsən pərdənin arxasında nələr olub Sovet imperiyasında. Adamı gecə ilə aparırdılar. Nə qədər bizim daxilədə Mikail Müşfiqi necə apardılar? Bir gecənin içində Azərbaycanın daxilərini yığdılar, soxdular, göndərdilər Sibirə. Hələ meyitləri tapılmayıb. Niyə görə? Bax, bugünkü günümüz alimsiz olsun. Bu xalq mübarizə apardı bu yolda. Bu xalq mübarizə apardı bu yolda. Ona görə yaşadıq. Ocaqlar qurdular, dedilər ocaq olmasaydı dini saxlamaq olmaz idi. Gənə də hansısa evdən deyirdilər Allahümmə səllələ Muhammedin və ali Muhammed. Hansısa evdən deyirdilər Allahu Ekber, Allahu Ekber, Allahın adı çıxırdı. Gənə ocaqların şötünə saxladıq bu dini. Abırımızı saxladıq. Amma indi hamısı yaxşıdır, abır yoxdur. Abır əldən gedir. Gəliz bunu qoruyaq. Bir-birimizə dayaq olaq. Sən evdə necə istəyirsən ola bilərsən. Amma xahişim odur ki, cəmiyyətə çıxanda bu cəmiyyətin statusu kimi fırlanmaq lazımdır. Gözümüzün qabağında ulularımızı qoyaq, onlardan utanaq. Sən kimsən mənə söz deyirsən? Belə şey yoxdur ya. Necə ki mən bu məmləkətin vətəndaşıyam. Sən özünü necə istəyib apararsan evdə. Amma cəmiyyətə çıxanda bu cəmiyyətin adı var. Azərbaycan. Başa düşdün? Azərbaycanlı kimi biz özümüzü aparmalıyıq. Ədəb, ərkan, qonaqpərvərlik. Başa düşdün? Bu bizim qanımızdadır. Deyirlər, ölünü qoysun, yeysiz, bildin də kəfənini bulayar. Belə deyir. Bu məmləkətdə dövlət, xalq, bir də ədəb ərkan. Bir bayrağımıza baxaq, görürsən İslam, mübarizə yolu, qan, səma. Allah göydə, səma. Ona görə də bu şeylərə riayət eləsək, Murad, vallahi hamı şey yaxşı olacaq. Hamı şey yaxşı olacaq. Mən şad oldum ki, bu yaxında Mehriban xanımın təşəbbüsündə verilişlər bağlandı. O televizor və bu televizoru almaq adam utanır deyə. Vallahi utanır deyə almaq o televizoru. Uşağı baxır, gəlib ailə söhbəti açırlar. Ailə söhbəti televizor üçündür. Arvadın belə elədi, ərin belə elədi. Şov yaradıblar. Bu harada görmüsən Azərbaycanlı ailənin əxlaqında televizorda ailə söhbətini aparmaq. Qaynana belə elədi, mən belə. Bu şeylər ata-babadan var idi də. Amma bunu gizlin saxlayırdılar. Evdən sir çıxdı, sonra da bu nə ailə ola bilər? Qadın gəlir, ailənin söhbətini aparır. Mən sevindim, çox şad oldum ki, o kanalları bağlayanda. Belə şey olmaz axı. Biz gələcəyə getməliyik, amma təmiz getməliyik. Murad, səni mən dünyada nə qədər gözəl mələklər var. Allah sənin çırağı salsın onları, qonaq kimi çağırsın. Sən arzun bu işdə ancaq yaşıl işıq olsun, qardaş. Varam, minnətdaram sənə ki, sən bu böyük bir yükü götürmüsən çiynimə, hələ ki aparırsan. Amma bax, yadında saxla, bunu da mən sənə səmimi ürəyindən deyirəm. Birdən nəsə çətinlik olsa çiynimizi biz sənə həmişə dayaq kimi, qardaş kimi qoymağa həmişə qadirik. Çox sağ ol Murad. Haqqı bu da halal elə.